Yox, nəyə görə cındır günündə yaşayır? Bizim müsəlmanlarımız bizə necə yaşayır? Qaçqın kimi. İnsanlarımız qaçqın kimi yaşayır. Sağ olun başkanım. Benim bir tane kızım var. 4 ilin içinde bir tane kızım var. Ben özüm yardımlı yaznesiyim. Arvana yaznesiyim. Təmin edə bilirsiniz bir uşağı? Ha? Bir uşağı təmin edə bilirsiniz? Xeyr, iş yoxdur. Məsələn, sən gəlib məni aparırsan, 10 manat səndən aparıram. Allah. Məsələn, üçüncü günü gəlib bundan istəyirəm, bundan Allah'ım aparıram. 10 manatı. Mən o qane eləmir. Hər ayda mən 40 manat pul verirəm mən. Burada nə qədər sizin kimi adam var? Siz Burada xalqımız hamısı acdır. Acdır. Məsələn 5 gün orada içəridə iş olur. 6 manat adama sərf eləmir. Nistura heç eləmir. Başa dönün. Sərf eləmir. Sərf eləmirsən də, yaşayışma mənə sərf eləmir. Aclıq günündə yaşayırıq biz. Mesela böyle ki, biz Müslüman, Azərbaycan milləti var. Qaçqın kimi yaşayır, dilenci kimi yaşayır. Vətəndaş kimi münasibətiniz nədir? Sizə nə başlayır? Mən başa düşürəm, ona görə ki, bizim müsəlman ac kimi yaşayır. Yolçu kimi yaşayır, dilenci kimi yaşayır. Başa düşdün? Kimdə o səbəbkarlar? Niyə belə yaşayırsınız? Ha? Kimdə o səbəbkar? Bizim Səbəbkar kim? Qohumu var, çəkir yanına işlədir. Az yaşamağa səbəbkar kimdir? Nədir az yaşamağa? Bizim prezidentimiz.